Salam, hər vaxtınız xeyirli olsun, hörmətli kanal izləyiciləri. Masazırda 6 otaqlı şəxsi həyət evi satılır. Evin birinci və ikinci mərtəbələri monolit betonludur. Sənədlər tam qaydasındadır. Bax, belə bir geniş həyəti qalıbdır. Həyətində besetkası, suyu xətti çəkilib və bax, belə bir krantı yeri düzəlibdir. Ev tam təmirli vəziyyətdədir. Göründüyü kimi, yəni həyəti tam səliqəli bir vəziyyətdə. Elektron darvazası var, həyətinə daş düşəlib. Kanalizasiya sistemi mərkəzidir, kommunal xətlərin hər biri çəkilibdir. Evdə otaqları kifayət qədər çox genişdir. Otaqları, yəni ölçülərini təxmin belə demək də biraz çətin olacaqdır, çünki çox genişdir otaqlar. Evə daxil olduqda dəhlizi birinci mərtəbə istilik sistemidir. İlk öncə belə bir geniş mətbəxi ilə tanış olaq. Çox genişdir mətbəxi. 20 kvadratdan da artıq olar. Yəni ona görə təxmini də demək olmur. Genişdir. Mətbəx kifayət qədər genişdir. Evdə kombi aparatı var, hazır vəziyyətdədir. Gördüyünüz kimi Wi-Fi da qoyulubdur. İkinci mərtəbəyə qalxmaq üçün pilləkəni, pilləkən altı boşluğu və mərmər döşənibdir pilləkəninə. Sol tərəfdə burada birinci mərtəbədə, yəni dəhlizdən solda gördüyünüz kimi geniş bir zal otağı yerləşir. Kondisioner üçün işıq xətti hər bir otağa çəkilib, radiatorları qoyulubdur. Ev tam təmirli vəziyyətdədir və şəxsi tikilir. Onu qeyd edim ki, yəni bu ev sahibi özü üçün tikmişdir. Sadəcə hadir olaraq təcili pul lazım olduğu üçün evi satışa çıxardıbdır. Bura isə ikinci otağı və bura belə bir hamamı, geniş bir hamamı var. Hamamda 12 kvadrat hamam var və evin arxa tərəfində də belə bir həyəti saxlanılıbdır. Birinci mərtəbə ilə tanış olduq. İndi isə ikinci mərtəbəyə qalxaq. Bir daha evin, yəni bax bu Wi-Fi-ni göstərim. Sənədlər qaydasındadır. Notarial qaydada alqı-satqıya gediləcəkdir. Və ikinci mərtəbədə 4 yataq otağı yerləşir. Burada ilk öncə bax belə bir kiçik bir uşaq üçün nəzərdə tutulmuş belə bir otağı var. Bura ikinci mərtəbədəki hamam otağı. Bura bir yataq otağı, genişdir. Otaqlar kifayət qədər genişdir. Bura üçüncü bir yataq otağı. Göründüyü kimi çox geniş bir yataq otağı var. TV üçün də işıq xəttləri bir otaqda çəkilib və kondisioner üçün də işıq xətti çəkilib. Balkona çıxışı. Radiatorlarda göründüyü kimi də hər bir otaqda qoyulubdur. Bura isə dördüncü, ümumi 6-cı bir otağı. Balkona çıxışı bu otaqdan da var. Tam təmirli vəziyyətdədir. Evlə tanış olduq və onu qeyd edim ki, bir daha qeyd edim, sənədlər tam qaydasındadır. Evin başlanğıc qiyməti 168.000 manat deyilir. Real alıcıya endirim olunacaqdır.